Salam hörmətli izləyicilər, əziz biologiya sevərlər. Sizinlə TM sınaq toplusundan botanikadan 8-ci sınağın izahı ilə qarşınızdayıq. İzaha başlamamızdan ilk öncə kanalımıza dəstək məqsədi ilə abunə olmağı, əgər bəyəndiysənsə bəyən butonunu basmağı xahiş edirik. Bir də hatırlatma edirik ki, botanikadan olan bütün sınaqların video izahı kanalımızda var. İstəsəniz bundan yararlana bilərsiniz. Deməli, birinci sualımızda deyilir, uyğunluğu müəyyən edin. İynə yaşa şəkilli yarpaq. İynə şəkilli yarpağa aiddir. Bir şam, bir də küknar. Pulcu şəkilli yarpaqlara aiddir. Səvnən, tuya. En yarpaqlara aid isə ginko. Bu da A variantına uyğun gəlir. Şam bitkisinin torpaqdakı qida maddələri tələbkar olmamasının göstəricisi. Yadınıza saxlayın ki, onun almamasının səbəbi odur ki, kökü torpağın dərinliyinə gedir və ehtiyac duymur torpağın üst qatının daha da münbit olmasına. Şam bitkisi quraqlığa davamlı olmasının əlaməti sayılmaz. İynə yarpaqlarının olması bu quraqlığa uyğunlaşmadır. Yarpaqlar xaricdən mütəmdərcə bu uyğunlaşmadır. Ağacın sayının az olması da, köksünün torpağın dərinə doğru uzanması da, yarpaqların zoq üzərində cüt-cüt yerləşməsi bu uyğunlaşma əlaməti deyildir. Pinusun ardıcdan fərqləndirir. Pinus latın dilincə qaya deməkdir. Adətən çırpaq toxumlu bitkiləri bu cür adlandırılırlar. Onun bütün növlərinin ağac şəkilli olması onu fərqləndirən əlamətdən biridir. Adi şamın 8 yaşa uyğun illik halqasının kambinin 36-cı qatında yerləşir. Bu bitki ilə eyni yaşda olan küknar ağacın yarpaqları minimum neçə dəfə tökür. Ümumiyyətlə, bax, bu şəkildə bir düstur var ki, ağacın yaşı çıxılsın, soruşulan yaş üstə gəlinsin 1 bərabərdir kambidən olan qat. Kambidən olan yaşı, yəni qat yaşı, hansını desəz uyğun gəlir. İndi bu bizə nəyi verib? Bitkinin yaşını məhsuldur. Onda bitkinin ağacın yaşı məhsuldursa, onda neyəcəyik? Ağacın yaşı bərabərdir. Bunu bu üzə keçirdikdə kambidən olan qat, bu üzə keçirdikdə üstə gəlinsin soruşulan yaş, çıxılsın 1. Gətirək indi verilənləri yerinə gəlir. Kambidən olan qat neçənci qatdır? Deyir 36-cı qat. Yazırıq 36. Soruşulan yaş neçədir? 8 yaş. Üstünə gəlirəm 8. Çıxıram 1-in. Bu da bərabər olacaq 43-ə. İndi bizdən nəyi soruşur? Küknar ağacı neçə dəfə yarpağını tutur? Yadınıza saxlayın ki, küknar ağacı 5-7 ildən bir yarpağını tutur. Minimum söhbətindən dediyinə görə minimum 7-ni maksimum tökmə yarpağını, 43-dən də 7-sini çıxanda neçə eləyəcək? 36, bu da A variantı. Adi şam, küknar. Adi şamdan küknara uyğun xüsusiyyətlərini göstərək. Burada adi şama uyğun olacaq. Deməli, çətiri gövdənin aşağı hissəsindən çətiri gövdənin təpə hissəsindən əmələ gəlməsi, bir də yarpaqlar, budaqlar üzərində cüt-cüt yerləşməsi. Küknara aid olacaq çətiri gövdənin aşağı hissəsindən əmələ gəlməsi və yarpaqlarının qısa olması. A, bir də D. Yarpaqlar hər il tökməsə bu heç birinə aid deyil. Bu da C variantına gedir. 7-ci sualımızda nə soruşur? Şamın sarımtıl yaşılı qozalarına rast gəlmək olar. Yadına saxlayın ki, sarım yaşımtıl qozaları erkək qozalardır. Erkək qozalarda isə tozcu kisələrinə rast gəlmək olur. Hansı fikir doğrudur? Biz buradan doğru nə deyir? Hansı fikir doğru? Çılpaq toxum meyvəsi qoza adlanır. Meyvəsi metlik çılpaq toxumlarda meyvə olmur. Çılpaq toxumlar 2 qat mayalama getmədiyi üçün endosperm yaranmır. Xeyr, bunu deyə bilmərik. Çılpaq toxumlarda endosperm var və haploid olur və ehtiyat qida ana fərdin xüsusiyyətini daşıyır və tərkibində ehtiyat qida maddələri toplanır. İlk dəfə tozcuq borusu çılpaq toxumuna əmələ gəlib, amma ən uzun tozcuq borusu dediyinə görə biz burada bunu götürə bilmərik. Qırmızı rəngli qozala hər pulcuğunda bir ədəd yumurtacıq yerləşir. Bir ədəd dediyinə görə götürə bilmərik, çünki hər pulcuğunda 2 ədəd yumurtacıq yerləşmiş olur. Çocuk borusu yumurtacığa 2 spermi çatdırırsa, onlardan yalnız biri mayalanmada iştirak edir. Bəli, burada cavab olacaq Y variantı.
düzgün olan cavab. Şam ağacında toxumun rüşeym hissələrinə aid olan hissəni seçin. Şam ağacı ümumiyyətlə rüşeymə aiddir ki, rüşeym kökcük, gövdəcik və 6 ədəd ləpə yarpağı olur. Şam ağacının rüşeymində kökcük, gövdəcik və 6 ədəd. Bu da kökcük, gövdəcik, ləpə, bu da 4, 5, 6 olacaq. C variantı 9-cu sualımızda. 10-cu sualımızda soruşur ki, çılpaq toxumlu bitkilər haqqında verilən fikirlərdən hansı doğrudur? Bir, tozlanma prosesində qırmızımtıl qozalarda getməsidir. Doğru olan, tozlanmadan dərhal sonra mayalanma prosesi getmir. Bunun üçün uzun müddət vaxt lazım olur. Bir də budur. Doğru olan, bir də çılpaq toxumlarda iki növ generativ orqanlara malikdir. Yəni qoza və toxum. Bu da C variantına uyğun gəlmiş olur 10-cu sualda. 11-ci sualda bax burada nəyə görə bunu götür? Erkəkli qozalar tək-tək, dişi qoza qrup halında, erkək qozalar qrup halında toplanır. Ona görə də bunu götürmürük. Sonra payızda şam ağacının budaqlarının neçə növ qozaya rast gəlmək olar? Ümumiyyətlə şam ağacında 4 növ qoza olur. Bir növ erkək qoza. O da bilirsiniz ki, sarımtıl yaşıl rəngdə olur. 3 növdə dişi qoza, qırmızımtıl, yaşıl və qonur. Söhbət payızdan getdiyi üçün erkək qozalar tozlamadan sonra tozlama getdikdən sonra isə məhv olur, quruyurlar. Qırmızımtıl qozalar isə tozlama gedəndən sonra qalan qozalardır. Bunlar tozlama yazda gedir. Payızda isə yavaş-yavaş yaşıl qozalar qonur qozalara çevrilmiş olur. Ona görə də cavabımız olacaq C variantı. Yaşıl, bir də qonur qozalar. Yazda şam ağacının budaqlarında neçə növ dişi qozaya rast gəlmək olar? Yaz söhbətini dediyinə görə qırmızımtıl, yaşıl, bir də qonur 3 növ qozaya rast gələcəkdir. İlk dəfə tozlanma prosesi hansı bitki şöbəsində yaranmışdır və bu hansı tozlanma tipidir? Ümumiyyətlə yadınıza saxlayın ki, küləklə çarpaz tozlanmadır. Bu da çılpaq toxumlarda yaranıb. Sonra 14 şam ağacının toxumları hansı rəngdə olan qozalara yetişməyə başlayır? Şam ağacının yetişməyə başlayır yaşıl qozalarda, tam yetişir, yadınıza saxlayın, qonur qozalarda. Deməli, yetişməyə başlayır dediyinə görə C götürəcək yaşıl qozalarda. Çılpaq toxumlar hansı tozlanma tipi və növü mövcuddur? Çılpaq toxumlarda bayaq da dedik, çarpaz tozlanma və küləklə tozlanır. 16-cı sualda şamın sarımtıl yaşıl rəngli qozaların 5 pulcuğunda yerləşən tozcuq kisələrin hər birində 50 ədəd tozcuq olarsa, bu tozcuq hava qabarcıqlarının sayı qonur rəngli qozaların 100 pulcuğunda olan maksimum sayda əmələ gələn toxumundakı qanadcıq sayından nə qədər çoxdur? Bir pulcuqda yadınıza saxlayın ki, buradan yazaq, buradan bir pulcuqda iki dənə tozcuq kisəsi olur. 2 ədəd tozcuq kisəsi olur. Və deyir ki, 5 pulcuqda 5-i nə vuracaq? 2-yə eləyəcək neçə? 10 tozcuq kisəsi. 10 dənə bizim tozcuq kisəmiz var. Sonra deyir ki, hər tozcuq 50 ədəd tozcuq olarsa, tozcuqların sayını tapırıq. Onu vururuq 50-yə, tozcuqların sayını tapırıq. O deyir 500 tozcuq. 500 tozcuq var. Və hər tozcuqda da 2 ədəd, məsələn bu tozcuğu hesab eləsək, bu məsələn beləcək, tozcuğun özünün üzərində qanadçıqlar olur belə bu şəkildə. Bu 2 dənə qanadçıq olur. 500 hava qabarcıqları olur da ki, o havada uçsun, getsin dişiciyin digər dişiciyinə düşsün deyə. Bu hava qabarcıqları olur. Ona görə də neyinir? Hava qabarcıqlarına soruşur. 500 tozcuğun da hər birinin də 2 dənə hava qabarcığı olduğuna görə 500'ü vuracağım 2'ye eləyəcək 1000. 1000 dənə hava qabarcığı var. Hər pulcuqda da 2 toxum əmələ gəlirsə, onda eləyəcək, neçə eləyəcək? Hər 100 dənə pulcuqdursa, hər pulcuğunda da 2 toxum varsa, burada da bir toxum hesab edeyim, burada da bir toxum. 100'ü vuracağıq 2'yə, neçə eləyəcək? Vururuq 2'yə eləyəcək
200 dənə toxum olmuş olacaqdır. Hər toxumda da bir dənə qanadcıq olur və 200 dənə də qanadcığımız olacaq. 200 qanadcığımız. Bizdən nəyi soruşur? Bizdən də soruşur ki, qanadcıq sayından nə qədər çoxdur? Hava qabarcıqlarının sayı. Hava qabarcıqlarının sayını neçə tapdıq? 1000 tapdıq. Qanadcığın sayı neçə tapdıq? 200 tapdıq. Deməli, 1000-dən 200-ün çıxsaq neçəsi alınacaq? 800. Deməli, nə qədər çox olacaq? 800. Bu da Y variantına uyğun gəlir. Uyğunluğu müəyyən edin. Deməli, buradan biz qırmızımtıl qoza, yaşıl qoza, bir də qonur qoza, sarımtıl yaşıl rəngli. Biz əvvəlcədən də dedik ki, yaşam ağacında qozalar iki tipdə olur. Ümumiyyətlə erkək və ya dişi qozalar. Dişi qozaların da özündə 3 növü var. Birincinə baxaq. Deməli qırmızımtıl qozaya. Qırmızımtıl qozaya siz bilirsiniz ki, tozlanma prosesi gedən qoza qırmızımtıl qozadır. Sonra yaşıl qoza. Yaşıl qozalar bilirsiniz ki, mayalanma prosesi gedir yaşıl qozalarda, bilirsiniz. Sonra isə gəlirik qonur qoza. Qonur qozalarda isə toxumların tam yetişməsi prosesi baş verir. Sonra sarımtıl yaşıl qoza. Sarımtıl yaşıl qozalarda isə erkək qozalardır və burada da tozcuqların yaranması baş verir. Şam ağacında bunları da uyğunlaşdırsaq elə 17 A variantına uyğun gələcək. Şam ağacında ən tez tökülən və ən uzun ömürlü qoza hansıdır? Ümumiyyətlə yadınıza saxlayın ki, əvvəldə dedik ki, erkək qozalar tozlanmadan sonra isə öz funksiyasını yerinə yetirdikdən sonra düşür, məhv olub gedir. Erkək qozalar ən gec olur, ona sarımtıl yaşıldır. Qonur qozalar isə ən yaşlı qozalar hesab olunur. Bu da elə A variantına uyğun gəlir. Biri çılpaq toxumundan alınan maddə deyil. Ümumiyyətlə yadınıza saxlayın ki, çılpaq toxumların gövdələrindən kimyəvi üsulla ipək, kağız, müxtəlif laklar istehsal olunur. Bunlardan həmçinin skibidardır, kanifoldur, müxtəlif vitaminlər, hətta Sibir şamının toxumundan da yağ alırlar. Deməli, burada saydıqlarımın içərisində diqqətlə fikir verirsəniz, görsənsəniz orada mən anilin boyaları haqqında danışmadım. Demək, anilin boya ondan alınır. Müəyyən qədər bakteriya 2 saat ərzində bölünmə zamanı sonda cəmi 189 bakteriya bölünməyə məruz qalıbsa, sonuncu bölünməyə neçə fərd iştirak edib? İlk öncə 2 saat nedir? 2 saat 120 dəqiqədir. 120 dəqiqəni də 20-yə bölsək 6. Yəni burada 6 dəfə bölünmə baş verib. Hər hansı bir bakteriyada bilmirik. 2 saat ərzində 6 dəfə bölünmə baş verib. Bölünməyə məruz qalan bakteriyaların sayı üçün belə bir də üstünlüğümüz var idi. N-N0, N nədir? Sonda əmələ gələn bakteriya. N0 isə başlanğıc bakteriyanın sayıdır. Buradan da N-i tapsaq, buradan da N bərabərdir. Başlanğıc N0 üstə gəlinsin və yaxud da ki, bu üzə keçirsə, N0 üstə gəlinsin başlanğıc bölünməyə məruz qalan bakteriyalar. Buradan da qiymətlərini yerinə yazsaq, bu da bərabərdir N0 üstə gəlinsin 189. İndi bunu elə bu şəkildə saxlayaq. Müəyyən sayda bir dənə də bir düsturumuz var idi ki, yəni bölmə nəticəsində sonda əmələ gələn bakteriyaların sayı N0 vurulsun 2 üstü dedik 6 dəfə 2 üstü 6-ya. 2 üstü 6 da neçə edir bizdə? Edir 64. Yəni N0 vurulsun 64-də. Bizdən də nəyi soruşur? Gətirək yerinə qoyaq. Biz buradan N-i həm N0 vurulsun 64-dür və yaxud da ki N0 üstə gəlsin 189-dur. İndi onları bir-birinə bərabər etsək, N0 üstə gəlsin 189 bərabərdir 64 N0-a. Bu üzdən keçəndə 63 N0 bərabərdir 189-a. N0 da buradan bərabər olacaq 3-ə. 3-ə bizdən nəyi soruşur? 3 tapdıq. Sonra isə gətirib yerinə qoyaraq. N bərabərdir dedik ki,
Deməli, buradan da bu düsturdan gətirib yerinə qoyacağıq. Buradan da yerinə qoysaq, buradan n0-ı neçə tapdıq? 3 üstə gəlinsin 189-a. Bu da bərabər olacaq 192-yə. Deməli, bizdən də neçə bu bakteriya bölünməyə məruz qalıb? 192-ni də 2-yə böləcəyik, alacağıq 96. Yəni 96 dənə bakteriya bölünüb ki, 96-da. Sonradan 192 alınıb. Ona görə də burada olacaq 96 B variantı. Əgər deməli, ardıc və palıd bitkisində bərabər sayda əgər ardıc və palıd bitkisində bərabər sayda toxumların əmələ gəlməsində cəmi 18 erkək qamet iştirak etmişdirsə, palıd bitkisində olan toxumların mayalanmasında neçə hüceyrə iştirak etmişdir? Bunu həll eləmək üçün yenə bunu olanları yazırıq. Biz bilirik ki, ardıc çılpaq toxumlu bitkidir. Palıd isə örtül toxumlu bitkidir. Örtül toxumlu bitkilərdə biz bilirik ki, bir toxumunun əmələ gəlməsinə 4 hüceyrə iştirak edir. Ona görə də necəyik? Buradan yazacağıq. Palıd toxumunda X saydadirsa, sperm iştirak eləyir. Üzr istəyirəm, ardıcda X sayda iştirak edir. Palıdda isə 2X sayda iştirak edir və cəmi neçə olur? 18 dənə erkəkcik olur. 3X bərabərdir 18-ə. X-imiz də buradan bərabər olacaq 6-ya. Və bir toxumun əmələ deyir ki, palıd bitkisinin bir toxumun əmələ gəlməsində 4 hüceyrə iştirak elədiyinə görə 6-nı 4-ə vururuq. 24 etmiş olacaqdır. Süni ipək nədən istehsal olunur? Yadınıza saxlayın ki, süni ipək çılpaq toxumların oduncağından istehsal olunur. Bu da B variantı. 23. Kükünar ağacı yarpaqları maksimum 36 dəfə tökmüşdürsə, əgər bu ağacı 7-ci yaşa uyğun illik halqa kombidən neçənci qatda yerləşir? Deməli, maksimum dediyinə görə bu bitkinin ən axırıncı yaşından başlayaraq hesablamağa. Kükünar 5-7 ildən bir yarpağını tökür. Ona görə də 5 yarpağını götürük. 36 dəfə tökmüşdürsə, 36-nın üstünə gəlirəm 5-i, 36-nın üzərinə 5 gəlsəm neçəcə? 41. Deməli, bu ağacın yaşı 41-dir. İndi isə düsturumuz var idi. Əvvəl də dedim, ağacın yaşı çıxılsın soruşulan yaş, üstə gəlinsin 1 bərabərdir kombidən olan yaş. İndi bizdən nəyi soruşur? 7 yaşa uyğun halqa kombidən neçənci qatdadır? İndi ağacının yaşını tapdıq 41. Yazıraq yerinə. 41 çıxılsın. Soruşulan yaş 7-ci yaş. Üstünə gəlirəm 1 bərabər eləyirəm. Bu da eləyəcək 35-ə. Neçənci yaş uyğun? 35. Bu da Y variantına uyğun gəlmiş olacaqdır. Erkək qametlər hərəkətli olan ali bitkilər. Ümumiyyətlə yadınıza saxlayın, erkək qametləri hərəkətli olan ali bitkilər dediyinə söhbət mamırlardan, qışı kimilərdən gedir. Burada qışılardan, yəni qışı kimilər nəzərdə tutulur əsas və onların yarpaqlarında nə deyir? Əsas kök toxumdan inkişaf edir. Qışılarda toxum yoxdur. Gövdə yarpaqları olmur, xeyr, var. Yarpaqlarda xromatoforlar olur. Xeyr, yarpaqlarında xromatoforlar olmur, xloroplastlar olur. Çoxciyərli nümayəndələri olmur, xeyr, var. Cinsi nəsil spordan başlayır və nümayəndəsi var. Bəli, cinsi nəsillər, biz bilirik ki, cinsi nəsil nədir? Üzərində erkək və dişi qametlərin əmələ gələn nəsil cinsi nəsildir. Biz bilirik ki, qıcılar yetkin bitkilərin üzərində spor əmələ gətirir. Onun cücərtisinin üzərində isə cinsi hüceyrələr yaranmış olur. Ona görə də deyir ki, cinsi nəsil spordan yaranır. 25 nədir? Doğru cavabı seçin. Doğru cavabdır. Kök sistemi adi şamı küknardan fərqli olaraq kök sistemi güclü inkişaf etmişdir. 26. Hansı bitki və ya bitkilər cək qrupunda olan bütün çiçəklər meyvə əmələ gələ bilər?
Meyvə əmələ gələ bilər. Yadınıza saxlayın ki, eşək qanqalı səbəti yalnız boru şəkilli çiçəklərdən ibarətdir. Bunda əmələ gələ bilər. Zəncirotu səbəti yalnız ezgi şəkilli çiçəklərdən ibarətdir deyə bu bitkidə də əmələ gələ bilər. Göy çiçəkdə qıf şəkilli və boru şəkilli olur. Qıf şəkilli çiçəklərdə toxum əmələ gəlmir. Günə baxanda yalancı dilci şəkilli və boru şəkilli olur. Dilci şəkildə toxum əmələ gəlmir. Deyilənləri ümumiləşdirsək olacaq. C variantı, yəni eşək qanqalı və zəncir otu. Yanlış fikri seçin. Şibyələrin tərkibində ümumiyyətlə bakteriyalar ola bilər. Bəli, ola bilər. Göy yaşıl bakteriyalar ola bilər. Göbələklər olmalıdır. Bəli, yalnız heterotrof yolla qidalana bilən aləmi nümayəndələr ola bilər. Qidalana bilən alim, məsələn, göbələklər yalnız heterotrof yolla qidalanandır. Bəli, bu da mümkündür. Prokaryot avtotrof ola bilər. Bəli. Prokaryot heterotrof ola bilər. Xeyr. Göbələyin tərkibindəki göy yaşıl yosunlardır. Bunlar da avtotroflardır. Heterotrof deyil. 2 saat ərzində müəyyən qədər bakteriya əlverişli şəraitdə maksimum sürətlə bölünmüşdür. Bölünməyə məruz qalan ümumi fərdlərin sayı 252 ədəd olarsa, sonuncu bölünməyə bir bakteriyanın neçə fərdi məruz qalır? Biz ümumiyyətlə bu rəqəmdən istifadə etməyəcəyik. Dedik 2 saat deyir. 2 saatımız neçə? 120 dəqiqə. 120-ni də əlverişli şərait dediyinə görə 20-yə böləcəyik. Eləyəcək 2 üstü 6. 2 üstü 6-mız neçə eləyəcək? 64 eləyəcək. İndi bunun qısa yolundan həll eləmək üçün, bax, bilirsiniz ki, 1 dənə bölünəndə neçəsə əmələ gəlir? 2. 2 dənə bölünəndə neçəsə əmələ gəlir? 4. 4 bölünəndə 8. 8 bölünəndə 16. 16 bölünürsə 32. 32-dən də 64. 64-ə getməsi üçün bir dənə hüceyrənin neçəsi? 32 dənəsi hüceyrəsi bölməyə məruz qalmış olacaq. Bu da A variantı. Borucuqlu göbələkləri göstərin. Buradan borucuqlu göbələklər deyəndə, ümumiyyətlə yadınızda borucuqlu göbələklər qırmızı baş göbələkdir, ağ göbələkdir, toz ağacı göbələkdir, yağlı göbələkdir. Bunlar borucuqlu göbələkdir. Lövhə şəkilli göbələyə isə şampinyon göbələkdir, sarı qırmızı göbələkdir, nəmişlik göbələkdir, solğun əzva göbələk, tülkü qulağıdır. Bunlar isə lövhə şəkilli. Bizdən borucuq şəkilli soruşduğuna görə biz bunları elə B variantını götürmüş olacağıq. Sonra 30-cu sual. Verilən göbələklərdən hansı bir hüceyrəlidir? Bu baxdıqda burada deməli, burada ağ kif göbələyi bir hüceyrəlidir, digərləri isə çox hüceyrəlidir. Şəkildə hansı rəqəmlə verilmiş proses yaz aylarında baş verir? Ümumiyyətlə, yadınıza saxlayın ki, yaz aylarında zigot əlverişli şəraitdə düşərək cücərir və 4 ədəd cavan xlamidoma da əmələ gəlmiş olur. Bir adətən əlverişsiz mühitdə o cinsi yolla çoxalır. Çoxlu sayda 2 qamçılı qametlər əmələ gətirir. Yolu ilə mitoz yolla bölünür. 3-də görürsünüz, düzgün hüceyrələr qılafı dağılır və qametlər suya düşürlər və başqa fərdin qametləri ilə birləşərək zigotu əmələ gətirir. Bu da əlverişli payız aylarında baş verir, amma yaz aylarında baş verən isə əlverişli şəraitdə zigot parçalarının içərisindən xlamidomondalar çıxıb inkişafını davam etdirirlər. Bu da Y variantına uyğun gəlmiş olacaqdır. Cədvələ əsasən yetkin qıcıda və ilk cücərtisində baş verən prosesləri plus, baş verməyən proseslər mənfi işarə ilə müəyyən etsə, aşağıdakı rəqəmlərdən hansı işarələr qoyulmalıdır? Biz bunu baxaq. Fotosintez, protal fotosintez edir, bəli. Deməli, yetkin qıcı fotosintez edir, bəli. Mayalanma protalda baş verir, bəli. Yetkin qıcıda baş verir mayalanma, xeyr, yetkin bitki üzərində baş vermir. Meyoz protalda xeyr, baş vermir. Yetkin qıcıda meyoz prosesi baş verir. Deməli, cavabımız olacaq 32-ci sualımızda A variantı. 33-cü sualımızda burada yenə eşək qıcı verilib. Şəkildə verilən bitki haqqında hansı fikir yanlışdır? Yerüstü gövdəsindən çıxan yarpaqlar lələkvarıdır. Xeyr, bunun yerüstü gövdəsi yer altında olur. Yer üstündə olan onun yarpaqlarıdır. Ona görə də C variantı.
Sonra 34-cü sualda cədvələ əsasən x-in yerini tapın. Noxud cücərərkən udduğu suyun kütləsi 150. Deməli biz bilirik ki, ümumiyyətlə yadınızda saxlayın ki, noxud öz içdiyi qədər də su kütləsi də elə toxumların quru kütləsi, öz çəkisi də elə o qədər bərabər olacaq. Yəni bunun çəkisi olacaq elə 150. Sonra darı. Darı bilirsiniz ki, özünün 1/4 qədər su içir. 120 qram su içibsə, onun 1/4 neçə? 480. 480 olmalıdır ki, 120 qram su içsin. Sonra qarğıdalı. Qarğıdalı bilirsiniz ki, öz çəkisinin yarısı qədər. Yəni 100 qram su içibsə, onda onun çəkisi neçə olacaq? 200 qram olmuş olacaqdır. Bizdən nəyi soruşur? Toxumların quru kütlələrinin cəmini. Heç nə 150-nin üzərinə 480, onun da üzərinə 200 gəlsək 830 etmiş olacaqdır. Bir fərdin üzərində ya erkək ya da dişicik olur. Deməli, yadınıza saxlayın ki, qıyıcıkandadır. Bunun üzərində ya erkəkcik olacaq, ya da dişicik olmuş olacaqdır. 36-cı sualımıza nəsə yanlış cavabı seçin. Eldar şamı quraqlığa dözümlüdür, bəli. İynə yarpaqlıdır, bəli. Torpağın mümkünlüyünə tərəfkardır, xeyr. Torpağın mümkünlüyünə tərəfkar deyil. Ona görə də park salma proseslərində geniş istifadə olunur. Şəkildə təsvir olunan əlamətlər hansı bitkiyə aiddir? Deməli, burada hamısı gördüyünüz kimi buynuz meyvədə xaççəklər fəsiləsinə aid olan xardala aid olmuş olacaqdır. B variantı. 38-ci sualımızda çiçəkli bitkilərdə maksimum neçə növ kök olur? Ümumiyyətlə, çiçək əsas, əlavə, yan 3 növ kök olmuş olacaqdır. 39-cu sualımızda nə soruşur? Uyğunluğu müəyyən edin. Müəyyən edin. Uyğunluq, məsələn, sadə çiçək yanlığı, ceyran otu, bir də çəltik. Taxıl fəsiləsinin nümayəndəsidir. Çiçək yanlığı, sadə çiçək yanlığıdır. Bu da eləcək A variantı. Verilən göbələklərdən hansı parazitdir? Hansı parazitdir? Pensilin yağlı qov göbələyini götürəcəyik. Niyə? Qov göbələyi ilk öncə parazitlik eləyir. Əgər parazitlik ağacı qurudursa, çürüdürsə, ondan sonra isə onun üzərində saprofit həyat tərzi keçirmiş olur. Bu da Y variantına uyğun gəlir. Bu qədər diqqətinizə görə sağ olun. Bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.